Beləliklə, Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh sözlərinə görə Allah bizə ip atır və hər dövrdə yaratdıqlarını xilas etmək istəyir. İndi onun məxluqatını xilas etmə metodu tam aydın olur. Allah insanları xilas edir və onlar üçün doğru yolu bir kişinin varlığı ilə işıqlandırır. Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh dövründə o kişi möminlərin əmiri, Peyğəmbərin canişini və xəlifəsi Əli ibn Əbu Talib idi. Başqa bir rəvayətdə deyilir ki, Həsən ibn Ziyad deyir, mən Əbu Əbdullahın əleyhissalam belə dediyini eşitdim. Yer heç vaxt ilahi bir höccətdən məhrum ola bilməz. Çünki yer sistemi o olmadan işləyə bilməz və insanlar ilahi höccət olmadan islah ola bilməz. Beləliklə, hər dövrdə Allah tərəfindən təyin olunmuş xəlifə, imam olmalıdır. Hər dövrdə Allahın ipi, rəhbər işıq, həqiqət bayrağı olmalıdır. O olmadan heç kim hidayət ola bilməz. Elə insanlar var ki, deyirlər, əgər biz yalnız Qurana sarılsaq,